Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefii zunubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali ve ala alihil masuminel mukerremin la siyyumel hücceti ruhi ve ervahil alemin li turabi maqdamihil fidah emma ba'd. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين فيها يفرق كل أمر حكيم صدق الله العلي العظيم. Mübarek Qədir gecəsidir. Allah Teala bu gecənin tamam əməllərinə, zikirlərinə, tövbəsinə, münacatlarına hər birimizi müvəffəq eləsin. Amin. Allah bu gecəni tamam möminlərə, xüsusən bu cəmə mübarəklər qərar versin inşallah. Amin. Rəhmət gecəsidir, məğfirət gecəsidir, əzəmətli bir gecədir. Hər il möminlər Allah evində əyləşirlər və bu gecənin ədəbinə riayət edirlər, söhbətə qulaq asırlar, ihya saxlayırlar, gecənin müəyyən əməllərini edirlər. Bu ildə Allaha şükür olsun, Allah lütf elədi ömrümüzə. Bu ilin Qədir gecəsində oyaq qalmağı mərhəmət göstərdi. Allaha bu neymətə görə sonsuz şükürlər olsun. Qədir gecəsi dəyərli bir gecədir. Ramazan ayının qəlbi adlanır. Ramazanın qəlbidir. Ramazan nə qədər əzəmətlidirsə, Ramazanın nə qədər fəziləti varsa, onun mərkəzi Qədir gecəsidir. Qədir gecəsi özünün sözünün mənası, Qədir sözünün mənası, Qədir neyi ifadə eləyir? Qədirə 3 dənə məna qeyd eləyiblər. Bu gecənin Qədir adlanmasının 3 mənası olmuş ola. Bir budur ki, Qədir qiymət mənasındadır. Bizdə də işlənər, dilimizdə işlədərik bu sözü. Deyərik, filan kəsi qədri bilinəsi adamdır, ya filan kəsin qədrin bilmirlər. Qədir yəni qiymət, mənzilət, ucalığı, əzəməti. Bu gecəyə Qədr gecəsi deyirlər bir mənası budur ki, bu gecə çox qiymətli gecədir, çox əzəmətli gecədir. Və istinad yeri Qədr surəsindədir. Xeyrun min əlf şəhr. Çünki 1000 aydan xeyirlidir bu gecə. 1000 ay təqribən 83 il 4 ay. 84 ilə yaxın bir zamanı əhatə eləyir bir gecə. Qiymətli gecədir, dəyərli gecədir. Bir mənası qədrin ölçü və miqdardır. Bu gecəyə Qədr gecəsi deyirlər, müqəddərat gecəsi deyirlər. Bu gecə insanların taleyi, müqəddəratı həll olur. Ona görə Qədr gecəsinin bir mənası da buradan nəzərə çatır ki, insanların bir illik, yəni gələn Ramazana qədər, gələn Qədrə qədər insanların yaşayacağı bütün hadisələr gözdən keçirilir. İnsanların ömrü daxil, insanların dünyada əldə etdikləri, itirəcəkləri, qazanacaqları hər bir şey mülahizə edirlər bu gecə. Bir mənası budur, ölçü gecəsidir, müqəddərat gecəsidir. Bir mənası da qədrin deyirlər, darısqallıq və sıxıntı mənasındadır. Bu da istinad yeri Qur'andır, elə Qədr surəsidir. Tənəzzəlül mələikətü və ruh. Bu gecə mələklər və ruh yer üzünə enər. Deyirlər, sanki bütün mələklər yer üzünə endiyinə görə yer üzündə bir sıxlıq yaranar, bir darısqallıq yaranar.
O mənadan biri də bu gecəyə Qədr gecəsi deyilib, yəni mələklərin enişi ilə yer üzündə bir sıxlıq müşahidə olar. Bütün bu mənaların hər birinin bu gecə bizim həyatımıza da təsiri var. Bu gecə qiymətli gecədir, qədrin bir mənası qiymətdirsə, bu gecə ibadətləri çoxaltmaq tövsiyə olunub. Bu gecə oyaq qalmaq tövsiyə olunub. Bu gecə ibadət eləmək tövsiyə olunub. Bu gecə olunan ibadətlərin hamısının fəziləti 84 illə ölçülür. Yəni bir nəfər bu gecə 2 rükət namaz qılacaq, sanki 84 il hər gecə 2 rükət namaz qılıb. Qiyməti, şəni yüksəkdir və bu gecədə bizdən istənilən budur ki, bu gecəni ibadətdə əhəmiyyətli keçirdək. Zikirlə keçirdək, istiğfarla keçirdək. Çoxlu namaz qılaq, çoxlu dua eləyək. Bizlə əlaqəsi var, qədrin ölçülür və müqəddərat müəyyənləşir. Bu gecə biz oyaq qalmaqla, ehya saxlamaqla, bu gecə tövbə eləməklə Allahdan özümüzə gələcəyin sağlamlığın və düzlüyün istəyirik. Əmniyyətli bir gələcək istəyirik. İmanlı bir gələcək istəyirik. Təqvalı bir gələcək istəyirik. Bu gecə oyaq qalmaqda himmətli insanların istəyi var, məqsədi var. Boş-boşuna insan oyaq qalmaz. Bihudə iş üçün oyaq qalmağı heç din də bəyənmir. Bəs ölçülür, biçilir və nizamlanırsa biz narahat oluruq və narahatçılığımızın da məqsədi, əsası budur ki, biz oyaq qalırıq və biz üçün bu gecə müqəddərat yazan mələklərin bizim keçmişimizə baxaraq yazdığını bilirik. Ona görə keçmişimizdən nigaranıq, narahatıq. Bu gecə istəyirik ki, qəflətdə keçirtməyək, tövbə eləyək, keçmişimizi paçlayaq və paç bir həyatı özümüz üçün qarşılayaq. Və eyni zamanda üçüncü mənanın da bizlə bir rabitəsi var. O da budur ki, tənəzzəlül mələikətü və ruh, mələklər və ruh yer üzünə enir. Bunun da bizlə bir rabitəsi var. Ümumiyyətlə, Ramazan ayında bizə bir çox qeybi köməkliklər var. Bir çox qeybi köməkliklər var. İnnəlləhə vəkkələ mələikətən bid-duai lis-saimin. Allah Ramazan ayında oruç tutanlar üçün bir dəstə mələyi vəkil edib ki, onlar oruç tutanlar üçün dua eləsin. Oruç tutanlar üçün Allah bir dəstə mələyi vəkil edib, oruç tutanlar üçün istiğfar eləsin, günahlarının bağışlanmasını diləsin. Biz hər üç mənanın bizlə əlaqəsi var. Və bu gecə xüsusilə oyaq qalmaq. Peyğəmbər buyurur bir hədisdə, əgər bir kəs Ramazan ayının bütün gecələri oyaq qalsa və Qədr gecəsi oyaq qalmasa və bir kəs də Ramazan ayının bütün gecələrini yatsa və bir tək Qədr gecəsi oyaq qalsa, bu şəxsin Allah yanında məqamı daha yüksəkdir. Fəhvə əkrəmu ələllah. Allaha daha əzizdir, daha yaxındır bir kəs ki, Qədr gecəsində oyaq qalır. İnsan oyaq qalır, o gecəni dərk eləyir, Qədr gecəsini dərk eləyir. Peyğəmbər o hədisin ardında buyurur ki, İnnə əhləhu və vuldəhu yəşfəunə fi səb'əti miyyəti əlfin. Qədr gecəsini dərk eləyənə, Qədr gecəsi oyaq qalana, Qədr gecəsinin ibadətlə məşğul olana, Allah həm özünə, həm ailəsinə, həm evladlarına 700.000 şəxsə qiyamətdə şəfaət etmək məqamını verəcək. Hər kəs Qədr gecəsini ehya saxlasa və Qədr gecəsini dərk etsə. Bu dərk etsə də bir sıra sözlər var. Qədr gecəsini yaşasa, hiss eləsə, 700.000 nəfərə qiyamət günündə şəfaət eləyəcək. Peyğəmbərin xanımlarından biri soruşdu ki, ya Rəsulullah, Qədr gecəsi nə edək? Nə iş görək? Allahdan nə istəyək? Deyir, Həzrət onlara, o xanımlara bildirdi. Buyurdu ki, deyin, bu duanı eləyin. Allahümmə innəkə əfuvvun. İlahi, sən
bağışlayansan. Tuhibbul əff. Əff etməyi də sevirsən. Fa'fu anni. Məni də bağışla. Bu gecənin əsas 2 dənə məqsədi var. Bir məqsədi bağışlanmaqdır. Bir məqsədi təmizlənməkdir, paçlanmaqdır. Allahdan hər nə dillə danışırsan, danış. Lazımdır kitab cümləsi ilə, lazımdır yazılı bir duanı oxuyasan. Elə öz dilinlə, öz qəlbindən keçən cümlələrlə Allahla danışırsan, Peyğəmbər buyurur ki, Allahdan bağışlanmaq istəyin. Fəinnəl hirmanə həqiqətən məhrumdur, bədbəxt o kəs ki, bu gecə bağışlana bilməsin. Bu gecə sonsuz lütfü var Allahın həyatımıza. O lütfdən istifadə eləmək lazımdır. Və birinci məqsədi Qədr gecəsinin bağışlanmaqdır. İşimiz bəllidir. Biz bağışlanmaq üçün oturmuşuq. Biz keçən ildən bu ilə qədər bunu gözləyirdik ki, bu fürsət düşsün əlimizə. Bir çoxlarının əlindən çıxdı bu fürsət. Tanıdığımız, tanımadığımız nə qədər insan var, keçən ildən bu ilə bu fürsətdən məhrum oldu. Amma görsənən budur ki, bu il lütf eləyib Allah bizə və o lütfi dəyərləndirmək lazımdır. Allahdan bağışlanmaq istəmək lazımdır bu gecə. İkinci məqsədi qədri dərk eləməkdir. Qədrə çatmaqdır. Bu da bir başqa mövzudur əslində. Heç mən onu çatdıra da bilmərəm, izah da eləyə bilmərəm. Amma hədislər var bu mövzuda. Deyir ki, bu gecəni dərk eləyə bilən elə bir ləzzətə çatar ki, o ləzzəti heç vaxt almayıb. Qədri dərk eləyən, qədri yaşayan. Bir nəfər imamlarımızdan soruşdu, imamdan ki, imam, siz bilirsiniz Qədr gecəsi hansı gecədir? Həzrət buyurdu ki, necə də bilməyək ki, o gecə mələklər bizə inir. Mələklər bizə inir. Tənəzzəlül mələikətü və ruhun mərkəzi bizik. Əsrin imamına inir. İmam Sadiq əleyhissalam buyurdu, hər vaxt imamət bəhsində söhbət açdınız, istinad yeriniz Qədr surəsi olsun. Bir adam desə ki, imam yoxdur falan, bu kimi boş-boş iddialarda olsa, istinad yeriniz Qədr surəsi olsun. Tənəzzəlül mələkətü və ruh. Mələklər və ruh enir. Hara enir? Peyğəmbərin mübarək məhzərinə. Peyğəmbərdən sonra hara enir? Əgər desək, Peyğəmbərdən sonra enmir, gerək Peyğəmbərdən sonra Qədr gecəsi götürülsün. Əgər Qədr gecəsi varsa, mələklər də enəcək. Mələklər hara enəcək? Deyir, əsrin imamına. Əgər Qədr gecəsi varsa, deməli əsrin imamı var. Əsrin imamının hüzuruna çatdırılır. Fiha yufraqu kullu əmrin həkim. Bütün hikmətli işlər o gecə ayrılır, bölünür. Hissələri ayrılır, müzakirə olunur. Bax, bu gecə önəmli gecədir. Bu gecə fürsət var. Cümə söhbətlərində işarə elədik. Bir sıra fürsətləri Allah yaratdı bilsin ki, biz bu gecəni rahat keçirdək. Bu gecə ciddi insanlar üçün çox əlverişli gecədir. Həyatında dönüş yaratmaq istəyən üçün çox əlverişli gecədir. Heç bir kənar müdaxilə yoxdur. Düşünmək üçün heç bir kənar müdaxilə yoxdur. Adam səsküylü vəziyyətdə düşünə bilmir. Səskü olan yerdə rahat düşünə bilmir, rahat qərar verə bilmir. Allah qədri gecəyə salıb. Leylətül qədr. Müqəddərat həll olan vaxt gecədir, gündüzdür. Yəni, kifayət qədər asudəlik var ki, insanlar düşünə bilsin. Maniyələrdən qoruyur səni. İnnə şeytanə la yəxrucu fi hazihil leylə hətta yudiə fəcruha. Şeytan o gecə, Qədr gecəsi, günəş çıxana qədər, fəcrə qədər sanki zəncirlənib, bağlanıb. İcazə yoxdur şeytana insanlara müdaxilə eləsin. 2. İnsan bu ayda oruç tutmaqla bir sıra güc-qüvvət toplayıb.
nəfsin üzərində hakimiyyət əldə eləyib və rahat qərar qəbul etmək üçün artıq potensialı var. Ayrı aylarda biz mənəvi işlərdə qərar qəbul etməkdə çox çətinlik çəkirik. Çox əhdimizə dönük çıxırıq. Çünki biz cismin hakimiyyəti altında yaşayırıq. Cisim diktə edir bizə. Onun nazını çəkirik, onun istəklərinin dalınca gedirik. Arada biraz ruhu düşünürüksə də biraz keçici olur. Ondan sonra yenə qaçırıq, maddi şeylərin əsiri oluruq. Amma Ramazan ayında sanki o maddi şeylərdən, əsirlikdən də bizi uzaqlaşdırıblar. Sırf biz mənəviyyatın düşüncəsinə qərq olmuşuq. Və bunun üçün bizə Allah fürsət verib Ramazan ayında, mənəviyyat süfrəsində. Və ruhumuzda da bir sıra dirçəlişlər var. Bir sıra dirçəlişlər var. Biz indi hiss eləsək, eləməsək bu belədir. Allah elə eləsin ki, hiss eləyək. Biz Şabandakı adam deyirik. Biz Rəcəbdəki adam deyirik. Biz Zilqədədəki adam deyirik. Misal üçün deyirəm. Biz başqa aylardakı adam deyirik. Ruhumuzda bir sıra oyanışlar var. Sanki bahar gəlir, ağaclar tumurcuqlanır və yavaş-yavaş çiçək açmaq istəyir. Ruhum belə bir fəslidir Ramazan ayı. Və o gecə bir gecə ayırıblar ki, insan düşünsün və ciddi qərar qəbul eləsin bu gecə. Allahın bu lütfündən istifadə eləyə bilsin bu gecə. Allah bu gecə xüsusi lütfünü bizlərə göstərə bilir. Allahın xüsusi lütfi bu gecə hamımıza görsənir. Leylətul qədri xeyrun min əlfi şəhr. Biz bir gecədə 84 ilin ibadətini eləyəcəyik. Bəni İsraildən deyir, abidlər 1000 ay. Abidliyin şərtlərindən idi. 1000 ay ibadət edən abid deyirdilər. 1000 ay ibadət eləyirdilər. Deyir, müsəlmanlar Peyğəmbərə bildirirlər ki, ya Rəsulallah, axı bizim ömrümüz çox azdır. Bizim ömrümüz vəfa eləməz. Biz yaşasaq da 70 ilin, onun müəyyən müddəti imandan, İslamdan, haqdan uzaq keçib. Biz 30 il, 20 il, 40 il ibadət eləyə bilirik. Amma biz də istərdik uzun müddət ibadət eləyək. Deyir, onların cavabında Peyğəmbər bu ayəni oxudu. Leylətul qədri xeyrun min əlfi şəhr. Dedi, Allah sizə bundan da, onlara verdiyindən də çox zaman verib. Siz hər ildə bir dəfə qədri dərk etsəz, hər ildə, görün, onları gəlin üst-üstə 84 illəri, nə qədər ibadət etmiş sayılır. 84 il ibadətin savabı. 84 il yaşamaqdan getmir söhbət. Yaşamaq olsa biraz çətindir. Çünki orada günah da ola bilər, orada qəflət də ola bilər. Unutqanlıq da ola bilər. Amma 84 il sadəcə ibadətin savabını Allah bir gecədə insana verə bilir. Bu Allahın xüsusi lütfidir. Allahın xüsusi lütfidir dəyərləndirənsin. İnsan bəzən bir niyyət eləyir, bir yaxşı işə və yaxud da bir dəstənin yaxşı işinə razılıq bildirir qəlbində. Allahın xüsusi rəhmətidir, lütfidir. Allah həmən insanı o dəstənin gördüyü yaxşı işdə şərik eləyir. İmam Rıza əleyhissalamdan da hədis buyurdu, hər kəs İmam Hüseynin ziyarət eləsə, yaxından, uzaqdan fərq eləmir, salam versə, İmam Hüseynlə şəhid olanları ziyarət eləsə və sonda bu cümləni desə, ya leytəni kuntu ma'akum fəəfuzə fəvzən əzima. Kaş sizlə bircə olaydım, mən də feyzə çataydım. Həzrət buyurur ki, Allah həmən kəsi İmam Hüseynlə bircə şəhid olanların cərgəsində qərar verəcək. Qiyamət günü. Salavat zikr edin inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Ona görə deyirlər, bəzən qiyamət günündə bəzi insanlar əməl dəftərində eləmədiyi işləri görəcək, təəccüblənəcək. Deyəcək, axı mən bunları etməmişəm. Nə mənim ömrüm imkan verməyib, nə fürsətim imkan verməyib. Deyəcəklər, filan zaman sən istəyirdin o işdə onlarla bir yerdə olasan.
Təbii ki, istəkdə də qətiyyətli olmalıdır, səmimi olmalıdır, sadiq olmalıdır. Yəni, boş cəfəngiyat sözlərlə yox. Deyəcəklər, sən bu məqsəddə olan insanlarla istəyirdin bir yerdə olasan və o istəyə biz də səni çatdırmışıq. Allahın bu da lütfidir bizim həyatımıza. Allahın lütfidir həyatımıza. Bəzən Allah bizə elə fürsət verir. Bəzi hədislərdir ki, yevmin vələdəthu ummuh. İnsan bir əməllə sanki anadan yenicə doğulmuş kimi olur. Bəzi hədislərdə var, mələklər o şəxslərə səslənər, deyərlər, istənif, yenidən başlayırsan. Bu da ciddi sözdür, ya. Yenidən başlayırsan, sənin keçmişdən bütün günahlarını bağışlamışıq. İmam Rıza Aleyhisselam buyurur, Seyəti aleykum yevmun təzuruni fih, xərəcən min zunubihi kə yevmin vələdəthu ummu. Tezliklə zaman gələcək, bir dəstə məni sevənlər gəlib məni ziyarət edəcək, sanki anadan yenicə doğulmuş kimi qayıdacaq. Arifən bi haqqih məni ziyarət edəcək, sanki anadan yenicə doğulmuş kimi qayıdacaq. Xərəcən min zunubihi və günahlarından da xaric olacaq, başlanacaq. Mən səali mərizin fi hacətin qadaha əvələm yəqziha. Xərəcə min zunubihi kə yevmin vələdəthu ummu. Hər kəs bir xəstənin müalicəsi üçün ona kömək etmək məqsədi ilə çalışa, əlindən gələni edə, səy eləyə, hətta bacarmasa belə onu sağaltmağa, Allah bütün günahlarını paşlayar, kə yevmin vələdəthu ummu. Sanki anadan yenicə dünyaya gəlir. Bax, Allahın lütfləri həyatımızda çoxdur. O lütflərindən biri də Qədr gecəsidir, bağışlanmaq gecəsidir, istiğfar gecəsidir. Və önəmi bundadır bu Qədr gecəsinin, Peyğəmbərin son kəlamı. İnni tarikum fikumus səqleyn. Mən sizin aranızda 2 dənə ağır əmanət qoyub gedirəm. Kitabəllahi və itrəti. Biri Allahın kitabıdır, biri mənim əhl-i beytimdir. Qədr gecəsi bunların ikisi də yanaşıdır. Sanki biz Qədr gecəsində Quranları başımıza qoyanda deyirik, Allahümmə inni əsəlükə bi haqqi hazəl Quran. İlahi, mən səndən bu Quranın haqqına istəyirəm. Bu Quranın hörmətinə istəyirəm və eyni zamanda deyirik ki, İlahi bi Aliyyin, bil Həsəni, bil Hüseyni, İlahi səndən istəyirəm Əlinin xatirinə, Həsənin xatirinə, Hüseynin xatirinə. Yəni, həm Quran yad olunur bu məclisdə, həm Quranın əzəməti xatırlanır bu məclisdə, həm də natiq-i Quranlar yad olunur bu məclisdə. Natiq-i Quranlar yad olunur bu məclisdə. Və bu məclisin, bu gecənin ixtisası var, məxsusluğu var. Möminlər bilirlər, Ramazan ayının 19-cu gecəsi, Qədr gecəsi sevincli gecə olsa da bir hüznü var. O hüzün daha əzəmətlidir, o hüzün daha böyükdir. O hüzün əsrin imamının, möminlərin əmirinin, Əli ibn Əbi Talibin zərbətlənməsidir, mübarək başından qılıncla yaralanmasıdır. Bu hal, bu hadisə bütün İslam ümmətini, bütün müsəlmanları hər zaman qəm və qüssəyə boğur. Bu gecəsi Həzrət Əli Aleyhisselamın çox qəribə keçir. Qızı Ümmü Gülsümə qonaqdır iftara. Bir gün İmam Həsənə qonaq idi, bir gün İmam Hüseynə qonaq idi. Bu gün qızı Ümmü Gülsümə qonaq idi. İftara az qalmış gəlir qızının evinə. Zikr eləyir, deyir, həmişəkindən fərqli idi atamın ab-ı halı. Çox fərqli idi. Dayanmadan zikr eləyirdi. Göyə baxırdı, danışırdı, yerə baxırdı, danışırdı. Sanki kimlənsə danışırdı. Biz deyir, hiss eləmişdik. Deyir, getirdim, süfrə saldım, iftar vaxtı idi. Süfrəyə süd qoydum, duz qoydum. Deyir, gördüm, atam baxdı mənə, dedi, qızım, nə vaxt görmüsən ki, aton 2 dənə təamla iftar açsın. Südü götür. Deyir, südü götürdüm, 1-2 tikət duzla çörək yedi, deyir.
bir-iki tikə duzla çörək yedi, deyir. Deyir, ondan sonra başladı, deyir, məndən danışmağa. Dedi, qızım, bir gün Peyğəmbərlə əyləşmişdim, Peyğəmbər mənə bunu danışdı. Dedi, Cəbrail bir gün nazil oldu mənə. Dedi, Allah Müteallı tərəfindən sənə salam getirmişəm. Allah deyir ki, Peyğəmbərə dünyada bütün dağların əzəmətliyi böyüklüyündə qızıl verəm. Bütün dünyanın ləli cəvahirin Peyğəmbərə verim. Hər nə istəyir bu dünyadan ona verim. Ahirətdəki məqamından da azaltmayacam. Ahirətdə də ona nə verəcəm. Deyir, Həzrəti Peyğəmbər deyir, dedim Cəbrail, sonra nə olacaq? Deyir, dedi, sonra öləcəksən. Vaxt çatacaq, bir gün öləcəksən. Deyir, dedi, istəmirəm. İstəmirəm onları. Elə dünyada bir miqdar ruzi qazanım, yiyim, bir gün olsun, bir gün olmasın, olmayanda istəyim Allahdan, dua eləyim. Amma istəmirəm onları. Deyir, Ümmü Gülsüm deyir, Həzrəti Əli bunları danışır mənə gecə. Ki, Peyğəmbərlə bu cür danışırdı. Deyir, dedim, atası sən qəribəsən bu gecə. Deyir, dedim, mənə vədə verən yalan deməyib. Mənə vədə verilən gecədir, and olsun Allaha ki, mənə vədə verən yalan vədə verməyib. Çıxıdırdı, bayra deyir, dua elirdi. Deyirdi ki, ilahi, ölümü Əliyə mübarək elə. Ölümü mənə mübarək elə. Dedi, qızım, bir yuxu da görmüşəm. Gördüm, Cəbrail bu Məkkənin daşlarından 2 dənə parça daşı əlinin içində sıxdı bir-birinə. O 2 daşı toz elədi, səpdi göyədir. Onun tozu bütün Məkkənin evlərindən daxil oldu. Deyir, dedim, ata, bu yuxunun mənası nədir? Necə yozursan bu yuxunu? Dedi, o yuxunun mənası budur ki, mənim ömrüm də bitib, tamam olub. Tamam olub. Və mənim qəmimdə bütün evlər qəmlənəcək. Bütün aləmi bürüyəcək mənim qəmim. Bunu yozuram o yuxudan. Çıxdı çölə, müracaat eləyir, dua eləyir. Namazı az qalırdı, deyir, Həzrət gəlir məscidə. Məscidə gələndə Həzrətin həyətində qaz ya ördək heyvanlar var idi, deyir. Yapışdılar Həzrətin əbasından. Deyir, baxır onlara, dedi ki, başa düşürəm. Sanki siz də demək istəyirsiniz ki, Əli, bu gecə məscidə getmə. Getmə bu namaza. Deyir, onlardan ayrıldı, əbası qapının tutacağına, deyir, ilişdi. Və bu minvalla sanki Həzrət Əlini evdən heç kəs istəmir yola salsın. Gəldi, deyir, məscidə bir dəstə yatmışdı. Həzrət deyir, çağırdı onları, dedi, qalxın, namaza az qalır. Gəldi öz qatilinə tərəf. Gördü, üzü üstə yatıb İbn-i Mülcəm. Onu da çağırdı. Onu da çağırdı, onu da oyatdı. Dedi, dur, bu cür yatmaq bədbəxtlərə xasdır, belə yatma. Deyirlər, Həzrət Əli gəldi, özü azan verdi. Azan verdi və sübhdən qabaq nafilə namazları qılırdı. Və nəhayətdə o məlun Əli əleyhissalam səcdədəykən gəldi, başından qılıncla bir zərbə vurdu. Hamız səcdədədir, gördülər, zikir dəyişdi. Subhanə Rəbbiyəl əla və bihəmdih dəyişdi. Gördülər, Əli bu səsi verir. Fuzdu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə, indi qurtuldum. İndi nicat tapdım. İndi feyzə çatdım. İndi istədiyimi aldım. İndi məqsədə çatdım. Fuzdu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə qurtuldum. Deyir, ondan hamı gəldilər, Əli əleyhissalamı götürdülər, çəkdilər məscidin bir küncündə, əyləşdirdilər, gördülər, mübarək başından qan çox gedib. Həsən, Hüseyin, deyir, bir əba sərdilər. Həzrət Əlini qoyarlar, onun içine aparalar, getirdilər, deyir, evə çatana yaxın qapının ağzında gördü, deyir, Həsən, qoyun məni yerə, qoy öz ayağımla girim. Atacan, niyə?
Dedi, Zeynəb Ümmü Gülsüm məni belə yola salmamışdı. Qorxuram balalarım məni görə bu halda pərişan ola, narahat ola. Səyələmullezine zələmu yəmunqələbin yənqəlibun. Nəsəlükəllahümə və nəd'uk bismikəl azimil əzəm. Əl-əzzələ cəllil əkrəm. Və biməzlumiyyəti Ali ibn Əbi Talib. 10 dəfə ucadan deyəcək, ya Allah, 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 ya Allah. İlahi, and veririk, Rəhman və Rəhim olan adlarla, and veririk bu gecənin əzəmətinə. Dərgahına uzanan əllərimizi, sinələrimizə naümid qaytarma. Dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən, onların elmindən, məarifindən, bu dünya ziyarətlərindən, üqbada şəfaətlərindən bir nəsib eləmə. İlahi, and verir rəhmi və mərhəməti və bizdən sonra gələn nəsillərimizdən Əli və övladı Əliyə düşman qərar vermə. İzzət, başı ucalıq sənin qapındadır, sənə bəndə olmaqdadır. Ölən günə qədər izzətimizi əlimizdən alma. Axirətimizi, aqibətimizi xətmi bi xeyr elə. Xəstələrimizə, xüsusən yadımızda olan kəslərə, qazilərimizə şifayı acil mərhəmət elə. Qəriblikdə olanlarımızı, əskərlikdə, əsirlikdə olanlarımızı, ruzi dalıca, təhsil dalıca, ölkə xaricində olanlarımızı sağ-salamat ailələrinə qovuşdur. İslam və dini və xidmət eləyənləri yerin göyün vəliyyatından hifz-ü məhfuz elə. İslam düşmənlərin, Əhl-i Beyt düşmənlərin, ölkəmizin, torpağımızın düşmənlərin dünyanın hər bir yerində zəlil, xar və rüsva elə. İlahi, tamam möminlərə, xüsusən bu cəmə halaldan bir minnət ruzu ehsan elə. İlahi, an verir rəhmi və mərhəmət və bu gecələri, bu mübarək ayı ömrümüzə, həyatımıza, sonuncu Ramazan ayı, sonuncu Qədr gecələri qərar vermə. Günahlarımıza, səhvlərimizə, xətalarımıza, bilərək, bilməyərək etdiyimiz günahlara qələmi əfv çəkinən. Gələcək aylarda bizi günahdan uzaq qalmağa mərhəmət göstərcinən. İlahi, and verir rəhmi və mərhəmət və izzət və cəlalı və ölənlərimizi, dünyasında yaşayan valideynlərimizi, bu məsciddə bizlərlə bu gecələrdə ibadət edən və tərk-ü dünya olan əzizlərimizi qəriq-i rəhmət, fasili cənnət eləcinə. Halı həyatda yaşayan valideynlərimizin ömrünə bərəkət inayət elə. Bizləri ağ valideyn bu dünyadan aparmacinə. Allah'ın verdiği böyüklüyün, əzəmətin xatirinə yaddan çıxan duaları barəmizdə müstəcab elə. Hər kəsin, burada əyləşən əzizlərimizin nə hacəti, nə istəyi var, qəlblərdə olan istək və hacətlərin İmam Hüseyin əleyhissalam hörmətinə rəva eləcinən. İmam-ı Zaman ağamızı bizdən razı eləcinən. İmam-ı Zaman əleyhissalamın duaların bu gecə halımıza şamil eləcinən. Ağamızın gəlişində, zühurunda, günü-gündən təcil qərar verginən. Bu gecəni bütün Əhl-i Beyt dostlarına, bütün Əli sevərlərə mübarək eləcinən. Ağamız İmam-ı Zamanın salamatçılığına, zühurunun təcilinə, Cəddi Əli ibn Əbi Talibin pak mütəhhər ruhuna 3 dəfə nurani salavat hədiyyə edir.